Bir gün şəhərdə qəribə bir elan yayıldı. Kim istəsə, gələcəyini öyrənə bilər. Tam dəqiq. Hamı maraqlandı. Uzun növbə yarandı. İnsanlar bir-bir içəri girir, qısa müddət qalır və ciddi sifətlə çıxırdılar. Nəhayət, Kamranın növbəsi çatdı. Otaqda sadəcə masa, stul və qara pərdə vardı. Pərdənin arxasından sakit səs gəldi. Sənin gələcəyin çox parlaqdır. Amma bir şərtlə. Kamran həyəcanla soruşdu. Hansı şərtlə? Əgər telefona daha az baxsan, vaxtını boş şeylərə sərf etməsən və bu qapıdan çıxandan sonra həqiqətən işləməyə başlasan. Kamran sustu. Sonra pərdə kənara çəkildi. Otaq boş idi. Masada isə güzgü vardı. Gələcəyini bilmək istəyirdin. Amma dəyişmək istəyirdinmi? Növbədə gözləyənlər isə hələ də sehirbaz olduğunu düşünürdülər.